Məktəblərdə verilən təhsildən razısınızmı? A. Məktəblərdə təhsil verilir ki, B. Razı deyiləm, elə ona görə də uşağıma əlavə ödəniş verib hazırlığa göndərirəm. C. Əvvəlki illərə nisbətən düzəlib. Məncə B variantı, çünki hal-hazırda təhsil yetmir, ona görə də uşaqlara əlavə hazırlıq da tuturlar yəni. Əvvəlki illərə nisbətən düzəlib, hətta çətinləşib biraz. Düzəlməyə yox, düzəlməyib. Düzəlməyib, həmən qaydada gedir. Təhsil də yox səviyyəsindədir. Vallahi məktəbdə yaxşı dərs keçsələr, heç hazırlığa cəmaət uşağını qoymaz. Əvvəl yaxşı dərs keçirdilər, indi yox. Sosial şəbəkələrdə baş verən əxlaqsızlığın və özbaşınalığın qarşısını almaq mümkün olacaq. A. Məncə ümumiyyətlə bağlanmalıdır. B. Gənclər elə bir həddə çatıb ki, heç inanmıram. C. Tətbiq edilən yeni qaydalar sayəsində yəqin ki, bundan sonra düzələr. Çətin düzəlsin. Məncə B variantı. Yəni bağlanmalıdır. Məncə də. Məncə C, çünki normal şey çəkənlər də var, pozğun şeylər çəkənlər də var. Düşünürəm ki, B variantı, amma gönül istərdi ki, düzəlsin. Instagramda və ya TikTokda baş verən hadisələrdə mən də çox da xoşa gəlməz deyil. Çox istəyirəm ki, bizim ölkə sosial şəbəkə üzərində çox yaxşı yerlərə çatsın. Çünki bunu düzgün də istifadə eləmək olar, pis sahədə deyil, daha da yaxşı inkişaf etdirmək olar. Bu biraz çətin problemdir. Düzəlməyə çətin, çünki bu kütləvi bir xarakter alıb. Hansı efir açırsan, ürək xoşlayan, ürək açan veriliş yoxdur. Verilişlərimiz son dərəcə televiziyada gedir söhbət, efirdən gedir. Verilişlər son dərəcə keyfiyyət şəkildədir. Təhdük bir 5 dənə, 3 dənə demək olar yaxşı verilişlər var. Ona baxmağa dəyər, lazımdır baxmaq. Amma düzəlməyə də inanmıram düzəl, çünki TikTok var, ondan sonra nədir bu, YouTube'da da çox nalayıq söhbətlər gedir. Bu da istər-istər cəmiyyət pozur. İnşallah düzələr. Çətin inanmıram mən, B variantıdır. Sizcə düzəlməz? Xeyr, düzəlməz. Bələdiyyələrin işindən razısınızmı? A. İnanın ki, yaşadığım rayonda bələdiyyəni tanımıram. B. Bələdiyyələr hansı işə baxır, hansı səlahiyyətləri var, heç özləri də bilmir. C. Hansı məsələ ilə bağlı müraciət etsəm bir söz deyirlər, bələdiyyənin büdcəsi yoxdur. Yox, bələdiyyənin büdcəsi olmağına onsuz da yoxdur bələdiyyənin büdcəsi. Bir də ikincisi, bələdiyyələr həqiqətən öz vəzifələrini icra eləməyə qoymurlar. Onlar öz vəzifəsini icra. Başqa ölkələrdə bələdiyyələr çox böyük işlər görürlər. Məsələn, Türkiyədə, başqa ölkələrdə gəlsən bələdiyyələr hiss edirsən var. Amma bu Azərbaycanda bələdiyyəni elə qurulurlar ki, o quruluş, necə deyim, mənə gəlir işləməyə imkan vermirlər. Düşünürəm ki, C variantı, nə desən deyirlər ki, büdcə yoxdur. Amma Bakıda yaşamadığıma görə, ildə bir dəfə gəldiyimə görə başqa ölkəyə nisbətən buralar çox təmizdir. Yəni, Türkiyəyə falan baxsan, orada daha çirklidir. Ona görə də mən qıraqdan baxaraq razıyam. Amma genel olaraq soruşsaz, təbii ki, deyirlər ki, büdcə yoxdur. Bələdiyyə nə deməkdir? Bizdə əlad, Əhməlidə yaşayıram, zibil zad yoxdur, hər şey əlad, superdir. Bələdiyyənin büdcəsi olmasa da biz vaxtında pulumuzu verək, spravkamızı alaq. Mənim üçün rahatdır. Hansı məsələ ilə bağlı yaxınlaşırıqsa, C variantı kimi, deyirlər büdcəmiz yoxdur, baxılacaq, bu kimi sözlərdən istifadə edirlər.